Ona göre biraz daha Kaçta da oradan sen kəssənsə iyi. Getdi. Aç o belini açma, aç sen zellerini. Tat. O kaçır. Cennet tisipse var. Tisipse var. Sonra bir tane pump meşki. 20 yıl var. Editör, montaj. Montaj olmaz. Yox, eləmə də bir arxadan zatdan bir gələn bir nəsə deyim, elə qoy da. Belə niyə qoyursan? Hele de koyacağım. Azmikar. Əllərini qoy get. Ayağını düz sax, elə uzan. Cibinə vur, qalx. Hop. Gəl dağa. Ayakların düz. Bazardan gəl. Əyil get. Əlləgən mi? Göstər. Devam. Dizlər tutmaz. Hop. Əşim yüz qaytına. Elə. Düşənədir, bilməm, yoruldudur. Babo, kızışma. Bildim, babo bu. Onlar alışdı da. Ehtiyaç yok, kalori yanılır. Tamam, gel. 40 günlük dəyişən fərəqləsi, biri pampıyla. Bunu 3 patkot tapa biləcək. Ayaq eləməyəsən, qarın məşq edəcəksən. 6-7 dəqiqə çəkəcək onsuz da. Oradan keçəcək birbaşa barbell curl, ancaq tricep extension, yüngül kilolarla, çox təkrarla işləyəcək. Bundan sonra uje patsti hazırsan. Hipertrofiya günündə ölür. Pump eləyək ki, izləyicilərə göstərək də. Bura papalı. Pamplayacaq, narahat olma. İnahar, ay bu jimin yine. Yorulu olsun. Ölür lan məndə peçeniya tutmaqdan ötürü, Allah and olsun. Elə bil 6 ildir mən yox, bu mənim əlimdir da yəni. Elə tez elə. Yavaş-yavaş eləməyə çalışmır. Elə 10 dənə. 3 patkot dayanmadan eləyərsən. Ona görə yüngül qoymuşam. Ay sağ ol. Bırak, ay sağ ol. Çək. Biraz da sürətlənə bilərsən. Ay sağ ol. 10 oldu. Aha. 9 10. Dur. Davay, təzəm də girdim lafıla. Buraların hamısının mənim səsini kəsəsən. Belə eləyim nənə, onu başı qızardı. Şimdi başka hareket de var Yox, diyorsun. birbaşa kəsəcəyik. Onsuz hərəkətlər elə davam edir. Sen benim sizin fikirlerinizi alaq. Şükürlər biz inşallah üst-üstə düşür, hər şey əladır, əziyyət çəkmək lazımdır. Zəhmət mübarəkdir, nəticə maşallah göz qabağındadır. İndi inşallah şəkilləri də müqayisə edəcək müəllim görəsiniz. İnşallah. Müəllimlə məşqin fərqi budur. Elə. Gəl, keçdi trisepsən. Hə, 10 kilo. 10 kilo ilə biceps curl işlədin, ehtiyatlı şəkildə. Keçirsən, qaldırsan yuxarı. 10 təkrarda işləyirsən, triceps extension. Yerə qoyursan, dayanırsan 30 saniyə. Yox. Ümumi başlamandan gediriz. Başlamalı Rusiyada kimlə başlayırdı, mən bilmirəm. Mən bu 40 gündə, rovnu 40 gündə elədiyi dəyişimi açıqsam, ondan qabaqçı. Bax, fərqi görürsən. Çünki bax, bir tərəfi sağa xaydı, sola xaydı olduğunun fərqi yoxdur. Qollarda həmişə fərqlilik yaranır. Bir qolda da, bir qanatda da fərq yaranır. Bu da sən nəyə gətirir çıxardır? Dərəcələrə yönəlim əyilin gəlir. Əzələ fərqi də həmin moment yaranır. Yəni ölçsən əgər, görərsən ki, bu dəqiqə sənin də qolun. Sağ qolun sol qolundan üstündür və yaxud da sol qolun sağ qolundan üstündür. Yəni həmişə simmetriya fərqi 0.5, 1 arası olur. Mən özümdə də elə. 100% hamıda olur. Müəyyən qədər olur. Amma yəni çox az bir şeydir. Əsas məsələ gərək power odaqlı, güc odaqlı məşq eləyəsən ki, hər tərəfin güclü olur. Yəni 0.5 zaten hamıda olmalıdır. Getdik bir də biceps. Gir. Mahnı getdi. Yerləmə də yerləmə. Marar görsən. Çoxsu bax, el arcininə görədir bax. Fikir vermə. Birinci dəfədir. Heç nə olmaz. Hə. Hop, qaldır. Başa düşdüm. Yoruldun amma elə. Davay. Bir dənə də. Hop. Bir dənə də. Axırıncıdır. Hop, əla. Təzdən bir də keçir. Biceps curl keç. Pul istəyirsən verək də. Anlamadan. Axın tər çəkdə. Yaxşı. Tərini çəkək.
Tər axır. Dinini. 5 dənə. Sad moment. Ağlayacaq birazdan. Hop, əla. Əllərini düzgün tut. Hop. Asmayın da əllərini düzəldir. Davay, 2 dənə də. Sən bunu dirsəyi burada saxlayırsan, belə edirsən. Burada çiynini də yorursan. Bunun tam arxaya sıx və budur. Heç nə olmaz. Elə Yo, birinci yaxşıdır. səfər edirsən. Nə normal. Yaxşıdır. Aga mən tərim soyuyor oynuyor. Yox, tərin soymaz. Sabahları xəstəliyim var. Heç nə də olmayacaq. Sənin qolundakı pampdan xəbərin var. Şu özün hiss elədim qutardı. Pampı görsən. Şu, bizim eləmək istədiyimiz odur. Yenidən qayıdırıq lap bulaq, gəl. Mən hava idman edəcəm qaqa. Tam aralı şəkildə tuturuq. Sinəyə çəkirik. 3 dəfə sinəyə, 3 dəfə arxaya. 3 dəfə sinə, 3 dəfə arxa. 3 dəfə sinə, 3 dəfə arxa. Bacardın qədər? Sadəcə yox, bu qədər yox. Biraz yaxınlaşıq əla. İndi boynun dalına çəksən, amma ehtiyatlı çək, haramsız edələmə. O var. Maksimum sayıda 3 dəfə sinə, 3 dəfə boyun dalı edəcəksən. Bir pakot gələcək bunu. Vay. Tamam. Hop, əla, sinəyə keç. Əlim ağrıyor. Ev yox. 3 dənə də sinəyə vur. Bəs. Hop. Hop. Əla. Hop, 3 dənə. Sinəyə biraz da pump verəcəyik. Onu da bax yüngül çəkilir, bench press-ə girəsən. Bura girir, Yüngül çəkilir, hə. Yüngül çəkilir, girəsən. Maksimum sayda vuracağıq. Ondan sonra üst vücudu pamplamış olacağıq. Dayan da zalimlar, dayanın, qırmayın bir-birinizi. 42 kilodur, maksimum təkrar vurursan. Nə eləyin? İndi maksimum təkrar bench press eləyəcək. Biraz daha pumpını artırmağa çalışırıq. Ondan sonra bir daha lap pull aparatına keçəcəyik. Orada birinci elədiyimiz hərəkət sin-up'ı eləyəcəyik. Ondan sonra pump bitəcək. Ondan sonra üst vücudunu dəyişimini, 40 günlük dəyişimini sizə göstərəcəyik inşallah. Yəni ağırlıqlardakı köhnə kadrajlardan qoyarsan, ağırlıqlardakı fərqi göstərə bilərsən bax. İndi bu dəqiqə 42 kilo ilə eləyir. Low barla, 12 kiloluq barla 15-15 taxıb bu qədər təkrar sayı eləyə bilir. Yəni köhnə videolara baxsan görərsən ki, 42 kilo ilə yəni bu sayı yox, yəni bunun yarısını eləyə bilmir. Əlasın. Kameramanı əsəbləşdirmək olmaz. Yəni etdiyimizdə bu eləyir, bini biabr eləyir. Nə desən qəbul. Ay sağ ol. Yox, əlini fırra. Ay sağ ol. Otur. Hoppa. Ha, söhbət edirdik. Hə. Editörü Sən əsəbləşmə. Sən nə desən qəbulumuzdur. Maksimum say. Neçə dəfə eləyirsən, pump eləyirsən. Elə. Yoruldun ki? Yox, istirahət elə. Həm bu yeri kəsdik, mənim danışıqlarımı qoyarsan. Hə. Ondan sonra davam edeyim indi o bir söhbətə. Hə. İndi bundan sonra bir dənə yan çiyini bilirəm. İndi aşağı Sakin ol. Sinirlərinə hakim ol. dayan 2 dəqiqə qoy sözümü danışım çıxaq gedək. Tərlədim, Emil gələcək bir dəqiqə. Bəlkə də yetim gəlib gözləyir orada. Nə deyirdim? Hə. Bundan sonra indi bir dənə lateral yan çiyini də pamplayacağıq. Всё. Ondan sonra üst dəyişimi göstərəcəyik. Full body işləyim. Allah işləyirsən full body nətərdir? 3 saniyə fasilə verməmişəm deyir. Belə olmalı da yağ yandırmaya birazdan nətər başlayasın. Yox, indi 3100 kalori yeyir gündəlik. Şey eləyir ki, bu yemək çoxdur, bunu azaldaq, biraz sürətli kardiyo kimi hərəkətlər eləyək. İndi eləyir bəyənmir. Tez. Hə, test. Qızışdı. Yeni video. 5 kilonu götürürsən, maksimum təkrar lateral raise eləyirsən, ondan sonra görürük dəyişimi. Qaqa, mən pulumu vaxt versin. Sən pulun Editörün pulunu. bir gün. Ay sağ ol. Yaşay. Hərəkəti görsən nə qədər stabil. Ya, başlayanda bunun elədiyi hərəkətlər var idi, indi elə. Başlayanda o biri belə gedir, əllər gedir, gəlir. İndi maşallah. Hər şey göz qabağındadır. Manga mı deyirsən? Elə yox, elə. Bura təkcə dədəmiz, babamızın zalıdır la. Bəlkə məndə pump işləyim. Ha? İndi biraz nəfəs al, eləyəsən Arnold press. Hop. Hop. Arnold press nədir? Bax. Hop. 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 Ev yox, sən overhead press etsən ev yox belə. Fırra da, fırra. İçəri, söylə. Bir şey vermə qardaşım. Hə.
Sən tutma, qada oyalım, sən eləmə. Niyə qardaşım? Hələ ki kat dönəminə keçməmişəm, amma pislikli vəziyyət. Zor. Əlbəttə. Axırıncı dəfə push-up'ını vurursan, birbaşa gedirik. Yana push-up nədir? Ay qaqa, bir ay sənə öyrədirəm. İndi axırıncı hərəkət. Maksimum təkrar push-up yenidən eləyirik. Əlin qolun oynamasında dayan. Son hərəkət push-up'ı eləyirik. Olsun. Oba. Qəşəng. Qolun da alına bax. Hələ yağlıdır, plus da dərisi qalındır ha. Mən bunu eləyəndən sonra bir dənə də yaxın tutuş vur ondan. Davay. Davay. Oba. 1 Opa. 2 Qəşəng. Qola bax. 3 Qəşəng. Birini də elə. Hoppa, durdum. Düş hə. 45 günlük dəyişimi indi görəsiniz. 45? Yox. Bu gündən 40-cı gündür. 40-cı günün dəyişimini görəsiniz. Hop. Tamam. At. Ay, sağ ol. Sürətdən bir daha aç, double bisepsi. Biz bu 40 gündən ağardıq. Biz bu 40 gündə müəyyən qədər həm çəki itirdik, həm əzələ qazandıq. Artı olaraq da biraz daha çəki almağa hələ də davam edəcəyik Allahın izni ilə. Digər 40 gündə biraz daha çəki alacağıq, əzələ qazanacağıq. Amma son 40 gündə də müəyyən qədər yağ itirəcəyik. Hələ ki bax görürsüz presləri tam bilinmir. Preslər üçün də nə qaracağıq? Həm yağ itirməliyik, həm presləri böyütməliyik, həm də müəyyən qədər dərini incəltməliyik. Növbəti 40 günlükdə presləri böyüdəcəyik, dərini incəldəcəyik. Son 40 gündə isə maksimum itirə biləcəyimiz yağı itirəcəyik. Bunlar hamısı? Belə deyək, 120 gündə bunların hamısını görəsiniz. Online şəkildə Moskvada yəni olur. Artıq bir neçə gündən sonra gedir. İlk 40 günlük burada olur. Növbəti 80 günü isə olacaq Moskvada və davam eləyəcəyik onlayn şəkildə. Çivir. Bizə qoşulmaq üçün nə edə bilərsiniz? TikTokdan, Instagramdan DM vasitəsilə bizə qoşulursunuz. Belə deyək, qiymətlər, məbləğlər hamısı göstərilib. Əlimizdən gələn qədər sizə dəstək olmağa çalışırıq. Professional qrupamızla, həm diyetoloqumuz, həm trenerlərimizlə xidmətinizdəyik. 7/24. Daim birlikdə, daim güclü. Allahın izni ilə. Allah'a emanet olun.